Mən 3 il bundan qabaq elətdirmişəm, hələ də qalıb. Mən amma korreksiyasız elətdirmişdim Rövşaniyə. Qısqanc şirin qız, maşallah günün olsun. Öz saçında xeyt qaynaqdır. Məndə bob kareydi, bu salaş kareydi. Qaşını hansı salonu heç bir yerdə. Qaşım Termova ilə sabitləmişəm. Qızlar ekran klində zəhmət olmasa. Burun həkimi Natiq Qarayev. 3 il bundan qabaq təmənnasız əməliyyat eləyib. Burun həkim Natiq Qarayev German hospitalda. Bizim nə günahımız var, cana başa dönərəm sən az. Allah eləməsin sən, nə dedim ki, bayramın mübarək. Hər vaxtın xeyir, çox sağ ol. Ayxanda gördüm sizi qızlarla, həyatda daha arıqsız. Bəli, xərçəng, çox sağ ol. Mamaya salam, canımsan, əleykümə salam. Teşekkürlər. Gözləriniz niyə yaşarıb? Nömrəsi zəhmət olmazsa, Natiq Qarayev yazırsınız. Əleykümə salam. Dişin ana, dişimi düzəltdirirəm. Xeyr, bayramda ona görə. Məhəmməd, çox sağ ol. Salyanın Kürsəngi kəndindən salamlar. Əleykümə salam. Çox sağ olun. Kürsəngi haradır? Babazanlı Kürsəngi. Kürsəngi haradır ki? Öyle Kürsəngi deyil, öyle Kərimbəylidir. Kürsəngi, xeyr, Kürsəngi şey tərəfdə. Çıxanlı ilə üzbəyiz kənd. Oradan gəlir də, nə? Bütün gün gedir oradan alır. Sənə biri xaç. Salam, salam Fidan. Səni çox sevirəm. Mən də səni çox sevirəm. Çəkəlim. Yox, xalacın yanı. Bayram, çox sağ olun. Çıxanlı kəndi var Salyanda, hə, əlbəttə. Çıxanlı Qaradoq. Çıxanlı Qaradoq. Qaradoq Çıxanlı var. Yenura salamdır Çalvadan. Çox sağ olun. Xaçmaza salam deyirəm. Zərrər, Xaçmaz, Quba, Qusar. Trikarova pendir. Oradan sevgilim var idi, hardan? Çıxanlıdan 100%. Hərbiçi gördü. Yox, bilirsiniz də orada hərbi hissədə var. Postun yanı Kürsəngi, körpün üstü. Körpüyə qalxmamış sağ tərəfə dönmüşsən. Xeyr, mənasız həyatda ərim var. Axşam vaxtı. Ayın görə xəstə Zeytirlə. Çıxanlıdan hərbiçidir, təzə ölüb, 4 il olar. Ürəyim, təzə olub, yoxsa ölüb? Normal bir şey koy yüngül falan. Stanisini salat koy da baba ye. Mən də Çalvalı gəliniyəm, çox gözəl. Tüm Çalvaya salamlar olsun. Bayramımız mübarək olsun. Arbatana salam. Arbatandan salam, Səriyə xalanın qonşusuyuq. Ay, əleykum, siz biz bağbaşı qonşumuzsuz. Sizə papaq atdıq xala, əcəb elədiniz. Bildiniz. Xəzər. Mən Bakı xalacındanam, amma orada yaşamıram, hə. Bayramınız mübarək, çox sağ ol Fidaşqam. Kürdəmirdən salamlar, əleykümə salam. Qızlar, nə olar 1400 nəfəri ekranları like eləyəyin də. Acının səhifəsi necədir? Ucuz Seva Bujteriya. Qızlar, nə olar mənim üçün ekran like eləyin də. Xahiş edirəm. Dişinin yarsanı, barmağını niyə yirsən? Yox, barmağımı yemirəm. Qulağımızdakı Bujteriyadır, bəli. Sumqayıtda salamlar. Soli Kosmetika, çox sağ olun, teşekkürlər. O gün sizin blokdaydım, sizi görə bilmədim. Başa düşmədim, bizim bloka məni görmək üçün gəlmişdin sən. Sonra sizdə qalır. Yox. 100 manat. Sep hədiyyədir, ad günümdə. Ay, Fidaşqa, çox sağ ol. Sonra gürdüydən bir dəqiqə verdiniz. Nə yığa bildin. Dişi yoxdur. Dişi yaparım. Çıxanlı kəndindən salamlar, amma orada yaşamıram. Maşallah. Nə deyir ki, sizə bir dəqiqə vaxt verirəm. Nə istəyirsiniz götürün. Qoşum, necəsən?
Siz mənə WhatsApp-a nə vaxt yazmısınız ki, baxmamışam. Ay Soli kosmetika xonça. Mümkün deyil o. Oğlan var, cavan oğlan. Baxıram. 4 dənə. 66-80 birim WhatsApp-la mən baxıram, yazın. 5 manat 4 dənəsini götürdüm. Edepsiz ya. Çox qəşəngdir bu. Bir də stiç qaldı. Neftalaya salam olsun. Ben seviyorum bunu. Zaten ası var ya bazı. Ne aşağıda böyle. Yazmışam, can zəng də vurdum. Hətta kimə? Mənə yoxsa bacıma? Mənə. İndi bir dənə zəng vurun görüm, hələ 66-80. Ay Minus, telefon gətir, mama qurban. Mama. Sizden aksan vurulacaq. Birazdan mən bağlayayım WhatsApp. Evet. Sizə Salyandan çox sağ olun. Əla əcəb eləyirsən. Fidaşka təşəkkürlər ürəyim. Minnoş, minnoş, minnoş. Girə bilmirəm səhifənə. Yoxdur ki səhifə. Üstündə iş gedir. Aynen. Valla da. Bacınız sizlə qalır müvəqqəti. Yaş gülürsünüz. Dedim sizə gülürüm. Əzim yox, görüm sən kimsən. Bir də bölümcə bağlı. Sizi sevirik, mən də sizin. Kendilerine bak. Çox sağ olun, təşəkkür edirəm. Salam, məni blokdan çıxart. Mən çox sevirəm. Blokda kim varsa o haqq edir. Anam attı. Cəsur yazıb ki, sonra məni blokdan çıxar. Hə, Seva. Mən çıxardım sizi. King, bəli. İçinden şey Bu görebilirim. əgər xarab olduqdan sonra bunun içindəki şey Dünən dedin ki, boyunlaşlar qızıldı. Aliyə. Xoş gəldin. Hadi bana fotoğrafı. Ben de şokun yanında kalırım. Bacınız kvartment qalır, bacı. Hə, kvartment qalır. Sen sonra tasayım. Bir dəfə yazılır, bir dəfə yazılır. O bakın ben çıkırsa bak senden kullanacağım. Senin ne oldu? Senin ne oldu? Sen. Kim görse ondan alırsan da öyle. Ben de diyorum ki kim koştu mu? Günlər məndə niyə alışdan? Bu dünyanın Ne demek? sənin bu. Niyə bilirəm? Ya bir de üstüne bakın. Minəş baxın mənə. Neyi? Ne? Bir də qaldı stiçək. Bakın bir burada da bantlaması. Bu bantlaması. Baxın. Al. Al. Elimde zarık tozu var. Zarık tozu kutarsın istemiyorum. 3 rengi var. Daşı var, Deyirəm də. Baxın. İstəmirəm. Bunu eləmə. Daşı var. Ona görə deyirəm də qutarmaq istəmirəm. Daşı var. Xarab olsa yentəzdən taxa bilərik. Yox, 2 dənə daşı var. 2 dənə daşı var. Onda bu sonsuza qədər məndə qala bilər ki. Yani sonsuza kadar da yanabilir. Salyanlısınız siz. Şah ol. Bana da başqa yerdə qoy. Çox sağ olun. Seva, səhvən taxa bilmədim. Göz kapı. Bəlkə səhvən görünməz eləm səni. Partladar. Bakın güç saldım yerine. Hə? Bakın. Sevdan baxışları. Sonra Pis deyilsən, şu effektləri. Geben ol bende. Fidan çox sağ ol ürəyim. Geben ol bende bak. 2 dənə götür. 2 dənə. Eşkin, təşəkkürlər. Bir dənə sərgirəyə yeyək. Siz çaydan dönmüşsünüz. Yox. Adım ad. Yox da yoxdur. Niyə? Götür. Bakın bura var. Var. Dur. Böyle baksın. Sevdə atacaq bura sana. Gətirdim, bura çox sağ ol. Şəhərə getdiniz. Sən alırsan. Bir daha bakabilirim dur. Sən yemək yemə, mən kökəlirəm. Hə, can, Fidaşqam, sağ ol ürəyim. Onun səsi Oturdum. Ben haramla tuttum. Hadi. Mesela su bakıyor. Bak. Süper duruyor. Şarlar neçə almısınız? Xəmsə manat.
1 manat. Bana. Xəmsə manat, xəmsə. Xamsa. Vay be. 5 money, 5 money. Manat değil o, money'dir. Money puldur. 5 manat. Money. Xəmsə ərəb dilindədir. Money pul deməkdir. O zaman bildik də. Bir manat vahidimizdir. Vahidimizdir. Evet, Xəmsə manat, dolar, 2 manat. Manat demə, money'dir. Money. Amma manatlı adı olaraq hər ölkənin öz pul vahidi var. Bəli, pul vahidi. Dollar, lirə. Kupon, nə bilim, belə rubl, zota, Ən gözəl sevdiyim pul dollardır. Dollardır. Emir, o kişi yaşayır dolların üstündəki. Hə? Yox, hardadır dünyanın o. Onun sümükləri Sağ olun, Aydəniz xanım, siz necəsiz? Onun sümükləri də sürüyor. Allah haqqı. Şurulsa gözlərim. Valla. Ne güzel hava var. Ne güzel hava var. O uçaqdır da. Yok. O cazın. Hansı ölkədə olmuşsunuz? Bir də İstanbulda. Açılışı İstanbuldan elədim. Aynə Rəfiqə olaq Sveta Salayeva. Yox, sağ ol aşkım. Olaram səndən Rəfiqə, niyə olmuram? Sən mən burada Dubai istəyirdiniz, orada estağfurullah, Leona elə demək qurban olun sizə. Mənim bəxtimdən deyə bacı Allah haqqı. Salam qonşu, əleykümə salam, Raul. Necəsiz? Axşamınız xeyir olsun. Doktor, xoş gəldiniz. Necəsiniz? Pərviz doktorcuğum, xoş gördük. Nasılsınız? İstanbul balı. Çox istəyirəm sizi, çox sağ olun. Mən də istəyirəm, əcəb elirsən. 50 qaynaq demədiniz, neçə olarsa. Ayrı, saçlar müxtəlif qiymətlərədir də. Çox sağ olun. Qızlar, bir də ekranları like eləyəyin. Canımsız. Fikir verin. Baş üstü. Sen ne kadar gittin dalağa? Sizlə Bahəm doktor, təşəkkürlər. İkiniz də sevəsib. Can, Bakılım, çox sağ ol. Bacın da gözəldir, çox sağ olun. Gözəl gününüz olsun. Türkiyə ölkədir. Ay bacı, dəxli nədir, qurban olum. Sual verdi, xarici ölkələrdən harda olmuşsan. Mən də dedim, bir dənə Türkiyəyə getmişəm. Açılışı hələ ki, Türkiyə ilə eləmişəm. Söhbətin üstündən 5 dəqiqə keçib, indi yazırlar ki, Türkiyə şəhərdir, ölkədir, şəhərdir. Dəxli nədir? Fidaşqam, canım mənim. Çox sağ ol, həyatım. Nərmin ən yaxşı, çox sağ olun. Hər şeyi öz söz eləyirlər. Qurana and olsun, bacım. Hər şeyi söz eləyirlər, ha. Hər şey. Saçım tün qəhvəyi, şokolad. Türkiyə ölkədir. Çox gözəl, ürəyim var olun. Çox sağ ol, təşəkkür edirəm. Ən yaxşı saç kəsimi kimi məsləhəti görə Məhsəti. Məhsəti çox professional saç kəsim ustasıdır. Məhsəti Xələfova. Deyirsən, yo, bağışlayayım, Xələfova nə idi? Bacım, bir də Instagramı ver. Neyse. Bir də Məhsətin familiyası nədir? Elə Məhsəti yazsın çıxacaq. Can, sən sevməmək olarmı? Qulağınızdakı sırğa neçəyədir? Fidaşqam. Aşıq birinə qubanaş. Sağ olun, Gülay Sadiqli, çox sağ olun. Atım tutun mən səni, şəkərə qatım mən səni. Akşam ilə gəlincə, xəmirə yapam mən səni. Salonu hardadır? Düz 28'də İstanbul Büyük. Sevdanın saçı neçə qramdır? 200 qram. Hamı tanıyır oranı. 6 gəlinli üstüdə salon. Mənim saçım 190 qram. Bunlar sənə bayram hədiyəsi az da olsa. Aşağı verənə qubuş olmaz. Allah əvəzin versin. Başına dönüm. Sevda saçını toyda buldumuşdu. Əhmədlidə ayaqqabı mağazasının adı nədir? Botika.
Flonun arxasında. Hansı toyda Xanım, siz getmişdin? necə? Mən 57 kiloyam. Mən Çox toya sağ olun. getmişdim. Nərmin çox incədir. Təşəkkürlər, var olun. Sevda nə qədər pul tutdu? Saçım 660 manatda yığmaq, 660 manat. İşlərin yarsanı təqdimat sayəsində müştərilər də gəlir. Bəli, canımsız, çox sağ olun. Bu qız bu işin ustadıdır. Bu qız bu işin mütəxəssisidir. Bəli, siz də əgər butikləriniz, mağazalarınız varsa, məhsul tanıtımı istəyirsinizsə bizə müraciət edə bilərsiniz. Qoxum deyilik bacı. Anadan bir, dədədən biri. Deyir, nə vacibdir 660 manat saçma verirsən. Yəni, mən verməmişəm. Sadəcə olaraq hesabı sizə deyirəm ki, qiymət bu qədərdir. Saçı 660 manat verməmişəm. Əməkdaşlığı elətdirib. Xalça evi təşəkkürlər, var olun. Nərmin, Seva, ikiniz də sevirəm, mən də sizi sevirəm, çox sağ olun. Soruşdum, istəyir eləmədim ki, dedim də. Qaynaq əslində, ay Fidaşqam, çox sağ oluyum. Qaynaq neçə gün qalır? 3 ay. Yox, normalda mən dəyişirəm hardasa 65 gündən bir, 2 aydan bir, 2 aydan bir, 1 ay yarımdan bir dəyişirəm. Sponsorları verir. Birini də sən verəcəm o sponsorun. Lar dedim ona görə. Sponsor desəydin bir dənə idi. Lar dedim yenə birini sən ötürürəm. Nə deyir? Qramı 300-dür. Lazer kəsimlər 140-a, 150-yə, 160-a ala bilərsiniz. Daşdır. Seva, bayramınız mübarək, sizin də çox sağ olun. Bacınızdır, bəli. Axşıyırsınız bir-birinizə. Bəli, bacıyıq. Bəli, bəli. Oxumayın pis yazılanları, təbii ki oxumayın. Salam xanım, can, əleykümə salam, bacımdır xanım. Fidaşqa çox sağ ol, ürəyim, öpürəm səni Fidaşqa. Seva, bəli, dəqiq, bəli. Səsiniz oxşuyur danışığınızda. Çünki anadan da bir, atadan da biri idi, bacıyıq. Elə ana. Bilmirəm, nə bilim, bacı, quşladım yoxsa nətər? Yaxşı danışdım yoxsa pis? Çox sağ olun. Nərmin, çox istəyirəm. Sevginiz daim olsun. Təşəkkür edirəm sizin hər birinizə. Mənim dəyərli və gözəl izləyicilərim. Allah bu gözəl bayramda evinizə, ocağınıza bol ruzi, bərəkət, sevgi dolu günlər qismət eləsin inşallah. Nə söyləyəcəksiniz? Buradayım, ayca. Məhsəti bilmirəm, valla. Mənim üçün bir dəfə pulsuz kəsib, ödəniş almayıb mənə. Mən onu yalan deyərəm. Gözlüyüm bir dəqiqə göstərim o saçı da. Mələk! Bir dənə mənə Instagramlı telefon ver də. Alıp et telefonu, TikTok'a girip yazır buradayım. Çin. Çin. Melek. Tadı verdi. Nereye hardasan? Mama, Sevdan telefonun bir əməyə gətirində. Mələk Sevanın qızıdır, bəli. Bacımını da götürsən qismət. Tadı verdi. Fidaşqam! Şemin qubuşoğlum, ay qız. Teşekkürlər. Üzerim. Tadı verdi. Hə, bilsən niyə? İndi əməliyyatlı botoksdur, prosedurlu qızlar bir-birinə oxşuyur, elə bildilər. Yo, valla. Sevdada heç nə yoxdur. Hardadır mən Sevdanın telefonu? Sizin qardaşınız var, yox, nə edirəm ki? Lazım gələndə bu mənə qardaş olur, olmayanda mən oluram. Nə istəyir? Bayaqları mağazaya salmışam, 1 dəqiqə vaxt vermişəm. Demişəm girin, ürəyiniz nə istəyir, götürün. En çok sevmeyeceğim. Orada yoktur. Hə, qızlar, stilist məhsəti. Gözləyin indi bir saniyə, mənim saçımı, bir dənə özdə qaynağı var. Sırf burada yaxşısan. Hə, əlbəttə ki, İraq bəzi 200-lər yox, o min sifətlilərdən. 200-lü yaxşı şeydir, məndə 2 dənə. Min sifətlilərdən Allah olsun sizi. Kes. Öyle mi eğlensin? Çox gözəl də, yəni qızlar, super. Bildiyiniz gözəl.
Düzdür, mən bu qaynağımı Əsmər xanıma məxsusdur. Kəsimində əsi kəsib, düz kəsim. Amma sırf Turanənin stilisti, bəli, Turanənin stili, yoxsa hə, əlbəttə normal bir şeydir. Yəni götür dünyasıdır. Mən də çox adamdan çox şey götürürəm, məndən də çox adamlar çox şey götürür. Amma Turanə də gedir o xanımın yanına, düzdür. İlahi xanımı tanıyıram. Saç satan İlahi xanım çox gözəl xanımdır. Həddindən artıq hörmətim var ona. Amma yanında olmamışam, üzbəyüz görməmişəm. Mən qaynağı bir ildən çoxdur ki, Əsmərdən alıram. Əsmərə də yığdırıram və çox da razıyam. Çox sağ ol, yerli. Mən Xəyali xanıma kəstirdim. Çox gözəl. Yenə deyirəm, ha qızlar, mənim bütün ustalara hörmətim var, izzətim var. Hər zaman qadın kimi, xanım kimi onları dəstəkləmişəm. Sadəcə olaraq mən elə bir dırnaq ustasının yanına getmişəm, mənə dırnaq düzəldib də, paylaşmışam. Hamı mənə lağa qoyub da, əlimi çükürsən, başqa o nədir? Demişəm ki, nə olar ki, heç nə olmaz da, qoy gedim bir-iki dəfə yanına öyrənəcək. Məhsətin konkret reklama ehtiyacı yoxdur, amma mən nə yalan deyim, yanına getdim, məndən pul almadı. Yenə də deyirəm, bilirsiniz də İstanbul Beauty-də işləyir Məhsəti. Yəni, Məhsətinin qəti şəkildə ehtiyacı yoxdur reklama. Prosto reklam deyil bizimki. Bizimki paylaşmaqdır, insanlara göstərməkdir, təqdimatdır bizimki. İndi çox adam elə bilir ki, bizim bir balaca səhifəmiz var, bütün günü canlı açırıq. Valla canlı açıb söyülməkdən başqa heç nə əldə eləməmişik elə. Yəni, durum deyim ki, sizə, nə bilim, o... Nəysə yediyimizi, içdiyimizi reklam, məhsul qarşılığında, yəni bu kimi deyil. Valla. Mən Əsmərə yığdırıram. Sumqayıt şəhəri, Mərkəzi Plaza, 3-cü mərtəbə, 304-cü otaq, Əsmər Beauty. Bəli, saçımı da 5-ci dəfədir bu saçı yığdırıram. 5-ci dəfədə artıq. Çox da razıyam. Məhsətin yanına niyə getmişdim? Bordo saçı şeyləməyə. Bordo saç yığdırmışdım, 85 santı. Getdim, ürəklədim, onu kəstirdim. Mənə dedilər, getmə, Bakıda qaynağı yaxşı kəsən usta az-azdır, tapılmır, nə bilim, falandır, filandır. Bir dənə, şey oxşadım da, Nastəri Dostaliyeva yoxum, amma şeyə, Nastəri Dostaliyeva, hə? Yaymama eləməyim. Hə. Nə işin, Ayşirdir, get çox yox elə. Sən nə işin, ona elə xoşdur. İlahi xanı qaynağı 110-a endirim edib, doğrudan, hə, çox gözəl, Allah rüzsin versin. Yo, bir dəqiqə gözlə, orada kommentdə yazmışdılar. Bir dəqiqə gözlə, görün mən kim o. Nasbəriyə yox. Bilmirəm, kiminsə saç düzümünü oxşatdılar onu. Sizə bu, mənə çox adam bu saçı yaraşdırır. Ana! Can ana. Yo. Can ana yox, can. Yaxşı, çağır bir də təzdən. Ay ana! Ay can! Her gördüğüm belirtiydi maalesef. Ay Ümid! Hay can! Sür. Əsmər kəsib, hə, əlbəttə, Əsmər bunu maşınka ilə mənim üçün kəsib, sonra qayçından düzləşdirib. Bəli. Bu saçı mən elədim, qızlar. Bu saçdan sonra getdim 95 santı saç yığdırdım, havalı, buruq. Ad günümdən sonra onu söktürdüm, yenə keçdim buna. Instagramda sual cavab qoydum, hamı bu saçı bəyəndi. Əsmər necə kəsir? Super. Çox gözəl. Burun əməliyyatımı Natiq Qarayev. Bu qəşəydir. Hə, hamı bunu. Can, çox sağ ol, əzizim, var olun. Allaha and olsun, bilmirəm. Bilmirəm Məhsətin saç qiymətini. Məndən pul almadı. Mən nə yalan deyim, cəmaata deyərəm 100 manata saç kəsir, bacı. Zey vurub mənə deyər, sahib olsun, mən qiymətimi niyə? Olmaz axı elə şey. Onu deyərlər, heç vaxt. Özdə mən elə şeydən vapşəm qorxuram. Almadı da, bacı qoymadı ödəniş eləməyə. Dedi ki, məndən sizə hədiyyə. Əslində ideal uzunluq budur, hə, çox gözəldir. Bu Aynur Babakanın, Aynur xanımın, ay Fidaşqam, canımsan, canım. Əslində bu Aynur xanımın saçıdır. Aynur xanım 40 yaşının tamamında getdi, saçını qısalaşdırdı. Aynur xanımın indiki saçı mənim öz saçımdır. Baxın qızlar, Bob Kari, mənim saçım budur. Öz saçım budur qızlar. Vallahi bu qədər də uzatmışım. Qızım istəyirəm, elətdirdim, narahatlıq yoxdur burnumda. Mənim 3 ildir xanım elətdirmişəm, yerlə göy qədər razıyam. Allah da Natiqdən razı olsun. Mən German hospitalda elətdirmişdim, indi amma deyəsən başqa klinikada, şeydə 28-də bir də xəstəxana var ya orada. Çok sağ ol, teşekkürler, var olun.
Aynur xanım kimdir? Qiyməti, nəyin qiyməti? Çoxsa baş üstə nənəyə salamdır. Kim edib burnunu Nakib Qarayev? Mənzurə saçı ola bilər. Fidaşka çox sağ ol ürəyim, var olasan. Alura Xezdes, o kimdir ürəyim? Kiprik qaynağı kipriyi tökür. Sevgi, hə, çox saxlayanda tökür. Vaxtında deməli, nə yazıb burada? Ayda getdi. Nərmin, ananız nə gözəl ağır xanımdır. Allah can sağlığı versin. Bayramını təbrik. Fərid, çox sağ ol. Mən də sənin anavızın əllərindən öpürəm, yanaqlarından öpürəm. Allahdan ona uzun ömür, can sağlığı arzulayıram. Bəli, çox sağ olun. Neçə edibsiz bunu? 3 il bundan qabaq elətdirmişəm, qiymət deyə bilməyəcəm. Kars, Vüqar, necəsən? Bayramdır. Oy, canım mənim, ürəyim mənim. Ayım mənim, xoş gəldin. Qızlar, ekranları tıklayın. Qızlar, burada 1500 nəfəri lazerə hara gedirsiniz? Və neçənci seansdan sonra lazerdən razı qaldınız və yaxud da narazı qaldınız? Və lazerə gedəndən sonra nə istəyərdiniz ki, hansı bir möcüzə sizdə baş versin? Tuş çıxsın, yoxsa çıxmasın? Sizin qəlbiniz təmizdir. Təşəkkürlər Rəsul bəy. Əleykümə salam. Sabah, çox sağ olun. Çıxmasın. Aferin. Çıxmamağını istəyirsinizsə, bəzən uşaq kimi sevinirsiniz. Hə, Leona. Çox sağ olun. Uşağım da 95 təvəllüd nədir ki? Mən hələ də narazıyam. Ailə, sən narazısansa mütləq Luna'ya get. Luna Beauty Şərifzadə Yasamal'la inşaatçıların kəsişməsində C-Shop'dan biraz yuxarıda yerləşir. Sağ tərəfdə binanın altında. Luna Beauty. Gidirsiniz oraya, lazerdən çıxırsınız, Salyarıma gedirsiniz. Olursunuz qəşşək belə gözəl qız. Reklamlar. Bəli, Gold Lady. Sənin də varsa reklamın deyiləyək, nə olar ki? Hər şey maddiyatla ölçülmür ki, mənəvi də dəstək lazımdır bəzən. Biz xalq olaraq birləşmişik hər zaman, yaxşı günlərimizi istəmişik. Bəli. Əleykümə salam, çox sağ olun. Dolçalar ürəyidir. Bəli. Sarı tüklər dedi dəri. Sənlər izləyəndir, Nərmin xanım, dəri xət. Valla mən gedirəm. Ayı tunar, 2 ildir, 2 il yarımda gedirəm. Atacam. Çəkirlər, baxdım qızımı aparacam, deyəcəm, Nərmin xanım soruşdum. Kimi Zuzu, nəyə baxdınız? Qaynağın qiyməti, hansı qaynağın? Can müəllimi məhsullar, necə? Can müəllimi məhsullar da reklam elə, başa düşmədim. Seva çox gözəlləmiş, sənin böyük ürəyin var. Təşəkkürlər Qızılgül. Dünən getdiniz Targoviya, xeyr. Salam, sizin reklama çox sağ olun. Dünən getdiniz, xeyr. Mən də sevirəm, amma qorxuluduq. Can, boş ver, saç qaynağının qiyməti. Elvina Rasim, canımsan, saçlar müxtəlif qiymətlərədir. Burun həkimin, bəli, Zuzu xanım, gedəndə deyin ki, Nərmin xanım yönətdir. Yəni, problem deyil, mən ondan elə bilərsiniz ki, nəsə umuram, xeyr, qətiyyən. Nərmin, mən sizi çox istəyirəm, adım Nərmindir. Ay, adaş, təşəkkürlər, çox səmimisiniz. Sizə kim nə desə, zəhmətkeş qadındır, çox sağ olun. Sırqan neçəyədir, səni çox istəyirəm, mən də sizi çox istəyirəm. Mənim məhsullarımı da reklam elə, Ersaq Azərbaycan. Göndər eləyək, problem deyil. Qızlar, mənə məsləhətli göz həkimi lazımdır. Badam göz, bir də Rəşid Mahmudovun qızı. Çox gözəl göz həkimidir ya. Bax, belə qaymaq kimi. Get onun yanına, küstüm. Niyə küsmə? Küsmə, üzülmə. Axşamda az ye, ya da tez ye, dərman at, bir də qaşınmanca. Köymə bağladın dolçağın Sevda. Olub sən necə mələdə bağladaram. Bunu çox sağ ol. Burun həkimi Nakib Qarayev. Dolçalar yaxşı insanlardır. Dolçalar xayınlıqdır, paxıllıqdır. Necə deyim səni, simicliydi, sinsiliydi. Bunları götürən bürc deyil. Çünki su bilirsiniz ki, çirki götürmür. Su hər zaman pak, hər zaman təmiz qalır. Nə yaxşı pis insanlar yoxdur. Neyini, bütün günü söyləyi qurban olun. Rəşid müəllimin qızının adını deyim. Mama, Rəşid müəllimin qızının adı nədir? Aygün deyəsən. Deyəsən Aygün. Mama, Badam Göz xəstəxanasıdır. Badam Göz xəstəxanasında Rəşid Mahmudovun qızı deyin. Özü bilmir, nə danışır, qarışdırıb bir-birini. Yo, mən şükür ala, ağlım başımda ürəyim. Ağlım başımda. Normal da görürəm, oxuyuram, hamının cavabını layiq olduğu kimi də verirəm. Aygün, Aynurdur. Yox, mama, Aynur. Hə, Aynurdur. Aynur, mamam nardan bilsin, bağışlayın da. Nəmişim, Aycan Cəffərov, Aycan. Badam Klinika Aygün Nəbiyeva çox gözəl həkimdir. Oradan.
Oxumada nəmiş can çox sağ ol. Baş üstə moderatorum. Necə arıqlayasan heç nə az ye çox danış. Az ye çox işlə. Nə yedin? Ümid Allah verəndən. Kim istəsə yazsın. Çox sağ olun. Yeməkləri yediniz hamısını demək olar. Rəngilərimiz qalıb. Aygün doğru işləmişik. Aygün doktorundan işləmişik. Hə, orada. Mesajım gəlmir, xeyr gəlmir. Can, Ümid. Oğlum istekini gelemek istedim. Nəyi versin? Bakalım. Ömrüm, yemək yiysən qızdırım. Ətçi vereyim sənə. Levəncin toyuğundan biraz verim. Hə? Bilmiyorum. Nəmiş üz maskası nə edə bilərəm ev şəraitində. Balaca köpük maska alırsan bu boyda. Can, Fidaşqam çox sağ ol ürəyim. Belə maska alırsan, açırsan onu vurursan üzvə, belə qaynayır. Bütün quriləri hamısını belə yüngül dəridə masaj eləyirsən. Yaxşı Kəmal yedik. Oğlum ətçi verim yeyirsən toyuq əti. Hə? Siz çox işləyirsiniz, ona görə kökəlmirsiniz. Nə oldu? Maskanın adı heç nə. Girirsən istənilən kosmetik mağazalarında 1-2 manatdır belə asobunda qabları da olur. Hardan alaq onu? İstənilən kosmetik mağazalardan. Qoy olmaq. Dişinin rəngi düm ağdır. Dişim zirkondur. Yuxarıdakı dişimin rəngindədir. Sevirəm də sizi, çox sağ olun. Sevginiz daim olsun. Mədəni insansınız, cavabları səbirlə verirsiniz. Təbii ki, hər zaman belə olacağım. Nə vaxt İstanbula gəlsəm, nə olar qonağım ol. Gözüm üstə Fidaşqa, gözüm üstə mütləq gələcəm. Takib atmaq istədim, olmadı Fidan, özəl bir səhvdən. Dişinin yarsanı düzəlir. Badam yox, badəm, ay xanım. Qoz, yaxşı, qoz xəstəxanasında, əl çəkdə. Canlı sizi göstərəm ama. Ətçi verirəm də aşkım. Benim bu cümlerime göz değdi Nermin. De Quran haqqı. Allah hakkı hamısı yanır. Göstərməyin. Hamısı yanır. Hamısı yanır. O maskanla xoş xatirələr. İstənilən kosmetika mağazasına gir, 3 gün belə balaca maskadır. Al vur üzvə. Bir yol vurdur üzvə. Get Gülsün Vəliyeva sənə 5 nöqtə vursun. Kollagen tərkibli iynələr vursun da ən azı bir ayda bir dəfə vurdur. Daşıq yoxdur, yox ürəyim. Mən istəyirəm əlimlə övladıma yemək verim. Onlar arkadan havlar. Gitti Seyda. Hə? Gittiler. Qətiyyən ha. Qətiyyən. Yox olmaz. Yok Sevda. O bayaq yerdi Seyda. Bayaq bir yerdi. Ne danışırsın ona? Amin Zuzu çok sağ ol. Ne demek istersen sen? Girdiniz üzümə qəbul etdim bacı. Ay can, hə ürəyim tamam, okey. Bayram getmiş, çox sağ olun. Mən də həmişə qalxır, yatmır. Çox sağ olun. Hə, çox sağ olun, teşekkürlər. Siz də kim var? Bayram geniş etdin. Bayramı geniş etdin. Bax, o nə deməkdir? Xəmir yoğuran maşın hansı firmadır? Çox sağ ol. Axşamın xeyir bacı. Hər vaxtınız xeyir. Səni var olasan, amin. Koftan hardandır? Günel ticarətdən. Keçən il almışdım 5 manata. İçi yaman güne kaldırılır. Götür. Nə? Bilmirəm. Bilirsən, sırayın. İstədim ümidi.
O bıçıqdan heç kim yeməsin. Özünü yiyin, ətlərini uşağıma saxlayın. Sevda bir dəfə çən sofrası qoyda mənə nə olar? Can mama, can mama. Kartımın resmiydi. Qızım çox arıqdı, mağara çubuğu. Hə, yemiş ki, mən uşaqlarım etsin. Ay can, bu nədir? Bu kartımın resmi tadı özüme Robux vereceğim. Yox, olmaz, götürün. Heç mənim kartımda pul yoxdur axı, 2-3 manat pul var. Onu da parkovka hesablayın. Hə, bəs nə? Xəmir yoğuran maşını. Hə, Kaderim, bir dəqiqə deyirəm. Elif, çox qəşəng firmadır ya. Elif hardasa Samsunga belə yaxın firmadır. Yaxşıdır da, keyfiyyətlidir. Bir də şey, nə? Az Orange. Korancıya. Hə, qız, hə, bilirəm, Yüzer, inşallah. Köçələrəm, köçələ bilmirəm axı. Xeyr, Elif sadə doğrudan. Mənə görə çox qəşəngdir, keyfiyyətlidir. Elifin çox məndə Hoffman var, Elif var. Evro, hamısından var, hamısından. Neçə dəqiqədir canlıdayım? 44 dəqiqədir canlıdayım, qızlar. 15-20 dəqiqədə söhbət edeyim sizlə. Köçəlmə Nərmin, belə yaxşıdır. Niyə ürəyim? Mən köçəlmək istəyirəm axı. Ölüm ağrıdır. Elifin çaynikləri yaxşıdır, bəli. Siz masazırda yaşayırsınız, xeyr. Yeməkdən sonra su iç, köçəlmək üçün. Hə? Nətə qazlı, yoxsa sadə? Sade su. Yes, arıqlamalı biləm. Çok elmalı. Nur biz maşında olanda da düşüyor yolda gəlmiş. Yox, sadə, düşərdin də. Hadi şimdi gidiyordu bana. Saat 10. 9 idi ya. Hə, sağ olun, indi lazım deyil. Sağ olun. Siz sağ, biz salamat denən. Deməli ki, ondan danışıram, indidən yox. Bayramınız mübarək sizin də. Köçələndə dedi, adam arıqlaya bilmir. Xanım, mən yayda daha çox aktiv oluram. Boyun neçədir? Mənim 1.65. Teşekkürler sizin de. Yeni əzələ yığ ayağına. Tamam inşallah. Sevdan boyu balacadır. Hə. Kilo neçədir? Mənim 57. Xolça aldım uşaqların üçün, yox. Mən bayramları çox sadə qeyd edirəm qızlar. Stolun üstünə taxta tuxta, zərri zibalı şeylər yığım. Yumurtanı oturum gecədən bəziyim eləyim, yox. Yəni gücüm nəyə çatır onu da elədim. Mən məcbur deyiləm ki, əsas odur ki, stolum dolu oldu, uşaqlarım yedi. Hə, səhvəm qızlar. Zirkon kişilər tək-tək taxılır, xeyir. Mən də imkan tək demişəm, 3 dəfəyə taxacaqlar dişimi. Bir dən bura taxılıb, bura qalıb, bir də bura qalıb. Can, düzdür, çox sağ olun, var olun. Bəs, yo, 1.70'dir də boyum, hə, hələ 1.70, sən 1.71. Ay qız, mənim 7-8 il bundan qabaq Ağsuda, pasport solda, ağıllı qadınsan, təşəkkürlər. Mənim 7-8 il bundan qabaq pasport solda, boyumu ölçdülər, bacı 1.70 vurdular. Voçkada mənə dedilər ki, canlıda, sənin 1.60 boyun, 1.70 boyun yoxdur. Getdilər metri aldılar, əməli başlı, ölçdülər mənə 1.67 boyun. Və niyə mənim şəxsiyyətimdə 1.70 vurublar? Ayda bir dəfə biyo eləmək olar, bəli. Necə köçəldin? Mən yedim. Hələ mənim dişim yoxdur, beləyəm. Oturdum da qızlar, məqsəd qoymuşdum qabağıma. Əlimi yapışdı, danışdı, iranım. Aslında olar, qoy da Kəmal əmansına qulaq asam. Yaşatdırıcı insan kısalır. Bəli, 1.70 idim. Çünki mən orada, belə divarda, belə xətlər qoymuşlar. Dedi, get dayan orada. Başımın üstündə 1.70.
Buxağı nə ilə əritmək olar? Heç nə ilə ürəyimcik götüzdür. Elətdirmə. Mən əridirəm qızlar. Yaxşı olsa sizə deyəcəm. Elətdirmə. Ən gözəli get götüzdür. Götüzdürməyin xanımlar, pis qalır yeri. 200 nəfərin götüzdürdüyünü görmüşəm, loppa ət sallar. Bir burana. Qurban olsun. Lütfü iynə vurun siz. Gedməlidir. Yine lağıracaq Lütfü. Deyir ki, valla qaş sabitləyici qaşı tökür, əksinə qaşda codluq və sıxlıq yaradır. Ondan vurmayın, Slimlüksün qaş sabitləyicisindən vurun. Məndə də var. Sevoya de Aylinə salam, Aylin salam deyir. O kimdir Aylin? Aylin. Salam Deyir. Qız bazar arvaqlar kiminə tər Aylin qışqırır. gözlədim gəlmədi. Bazarda işləyən xalalar kiminə tər qışqırdı bir anlıq. Nərmin çox sağ ol, Nərmin necəsən? Elnarədir sinif yoldaşın. Ay, hansı Elnarə? Bizdə 2 dənə Elnarə var idi. Çox sağ ol. Hana səhvəsi dediyimdən, hə? Nazilə Səfərlidə deyir, çox pis doğruda Nazilə Səfərli deyir. Hana? İmkan verdən, hə? Baxam da nə, problem? Qarın narətdə, nə? Bilmirəm, Qarın narədə o. az yaxşı da. Gələcəm inşallah. Qarın narədə. Ya da Hüseyin narə, ağır Gələcəm narə. inşallah. Gələcəm inşallah. Deyirəm, birdən nəmiş deyər, bu kimdir? Açın sənin O pəpəvəyi. kimdir ki? Git də, git başımdan, git. Nazilədə bərbad oldu, doğrudan. Ay qız eləməyin deyirəm. Mənə inanın, boy. Pivən uydurucu var, kök. Ay Allah, ay Leona. Pivən iyi burnuma gələndə mən öcüyüb, qusub batırıram. Bacımızın səhvəsi necədir? Burseriyaların səhvəsi nədir? Bu seriya var, aldan görəcək. Etdi də səhvə. Siz kesin mənim təzə səhvəmə.